Herkese salam, kanalıma xoş gəlmisiniz. Temu bağlamam gəlib, istəyirəm ki, bugün də sizlərlə birlikdə açaq. Kargo aşılını keçməzdən öncə sizdən kiçik bir xahişim olacaq. Kanalıma abunə deyilsinizsə, zəhmət olmasa kanalıma abunə olun, videoları bəyənin və şərh yazmağı unutmayın. Gəlin başlayaq. Bu dəfə daha çox özümə geyimlər sifariş eləmişəm. Keçən dəfəki bağlamamı açanda gördünüz ki, ən çox geyimlər qızıma aid idi. Bu dəfə özüm üçün sifariş eləmişəm. Geyimləri geyinə bilməyəcəm, amma ayrıca short videosu olaraq kombinləyib sizə də göstərəcəm. İlk olaraq bunu göstərim. Çox qəşəng bir köynəkdir. Bu şəkildə klassikdir. Bir ətək almışam, birazdan göstərəcəm. Ondan kombinləmək üçün seçdim. Belə. Birinci də o ətək gəlirmiş. Düşünürəm ki, kiçik yerdə çox qəşəng görünəcək. Sabah rəfiqəmlə görüşəcəm. O zaman kombinləyəcəm. Gözümə biraz qısa görünür. Yox, amma dizin altını keçir. Əsas diz altı olsun. Çox qısa olmasın. Dizin tam üstündə olanda ya da dizdən biraz yuxarıda olanda çox qəribə, xoş olmayan bir görüntü verir mənə görə. Sonra bu idman ayaqqabılarını almışam. Kulokların vıcıltısı gələndə səsim eşidilmir. Bu idman ayaqqabılarını almışam. Bej rəngdədir. Belə kirli bir görüntüsü var. Kənarlarda gümüş rəngdədir. Ölçüsü 38 yazılıb altında, bunun da 38 yarım sifariş eləmişdim. Bu belə. Daha sonra belə bir pijama dəstidir. Yay üçün. Belə köynəyi. Bu da şortik. Necə şirin, qəşəng görünür. Sonra belə bir köynəkdir. Bunu anam üçün sifariş eləmişəm. Ümid eləyirəm ki, üstünə qəşəng olacaq. Görünüşü çox qəşəngdir. Bir tərəfi belə uzundur, bir tərəfi qısadır. Mən bəyəndim. İnşallah o da bəyənir. Daha sonra belə bir köynəkdir. Ay, çox qəşəngdir. Həqiqətən gözlədiyimdən daha gözəl çıxdı, yəni deyə bilərəm. Material və görünüşü çox qəşəngdir. Bunu da tez bir zamanda kombinləyəcəm. Belə. Yaxın zamanda inşallah bacımla birlikdə səyahətə gedəcəyik. Onun üçün belə bir idman geyimi almışam. Biz gedəcəyimiz vaxtda, amma havalar biraz isinəcək may ayında. Bilmirəm, bunu istifadə edə biləcəm yoxsa yox. Havalar çox isti olsa, şalvarını geyinəcəm. Futbolka ilə. Onu da belə eləyə bilərəm. Üstünə ata bilərəm. Bu şəkildə. Belə düşünürəm. Məncə qəşəng olar. Futbolka üstündən bu. Şalvarda bu. Belə. Bir də elə onun üstündən geyinmək üçün belə bir üst geyimi sifariş eləmişəm. Onlarla geyinmək üçün. Rəngləri biraz fərqlidir. Ton fərqləri var. Amma yaxşıdır. Futbolka geyinib, hətta üstündən də bunu geyinə bilərəm. Elə.
Gündəlik istifadə üçün yaxşıdır. Özdə isti saxlayacaq. Yəni axşam üstülər sərin olur da, yayda olsa. Heç baxın bu şəkildədir. Mix kimi. Bir də aksesuarlar qaldı. Biri budur. Sırğalar bu şəkildə göstərim. Belə incə bir şeydir. Bir də bu sırğalardır. Bunu qızım üçün sifariş eləmişəm. Belə çəhrayı rəngli balaca kiçik sırğalardır. Özü istədi bunu. Mən seçim eləyəndə o da telefonuma baxırdı. Qarşımıza bu çıxdı və buna al da dedi. Mən də atdım səbətə aldım. Deyə bilərsiniz ki, balaca uşaqdır. Niyə prosto, yəni sadə sırğa taxırsan? Qızıl sırğaları var, amma qızıl sırğaları tez-tez qulağını oynadır, açılır. Ona görə risk atmaq istəmirəm. Bilirsiniz də, ən azı qızıl itəndə insan heyfsilənir. Sadə sırğaya da heç bir allergiyası, heç bir əks təsiri olmadığı üçün istifadə edirəm. Belə bu şəkildə əziz izləyicilər, siz də şərhlərdə yazın görək nəyi bəyəndiniz, nəyi bəyənmədiniz. Sağ olun, salamat qalın. Gələn videolarda görüşərik.